Əslində bu komanda Azərbaycan dövlətinin milli maraqlarına xidmət eləməyibsə, deməli xaricdən dəstəklənib. Xaricdən dəstəklənib. İndiki halda isə Azərbaycanda ən böyük bu cür dəstəkləyici qüvvəyə malik və bu cür pozucu halları müdafiə edən Rusiya tərəfidir. Ona görə də mən hesab edirəm ki, xalqın, yəni çoxluğun danışdığı heç vaxt əbəs və yalan olmur. Bunlara mütləq qulaq asmaq lazımdır. Mütləq ki, nəsə bir işarəçisi var ki, bu məsələdə bir əsası olmasa bunu heç kim deməz. Xüsusilə də hər kəs bu haqda danışırsa, bunun yəqin ki, bir əsası var. Bir də Ramiz Mehdiyyevin yaxın ətrafı söhbət ailə yaxınlarından gedir. Hamısı vəzifələrdə də onlarla bağlı da yəqin araşdırma gedər də. Bilirsiniz, bu insan belə vəzifədə olar. Bir insanın tutaq ki, hansı bir qohumu yüksək vəzifədədirsə və digər qohumları vəzifədə olmayacaq deyilən bir şey yox. Təbii. Onun bariz nümunəsi sözünüzü kəsirəm. İmişliyin həbs olunan icra başçısı var idi. Onun oğlu hal-hazırda Qubadlı prokurorudur. Yəni şəxslər ayrı-ayrı. Bəli, amma qohum əqraba olduğuna görə, bağlılıq olduğuna görə vəzifəyə təyin olmaq bu doğru bir şey deyil. Əgər qabiliyyəti varsa və bu pillələri obyektiv şəkildə keçə bilirsə, Azərbaycan cəmiyyətində heç kim buna etiraz eləməz. Amma məsələ bundadır ki, uzun müddət biz şahidlik etmişik ki, hakimiyyətə təmsil olunanların qohumları, oğulları, uşaqları, yaxınları vəzifə tutublar. Və sanki bir tayfabazlıq bir şey vardır. Bu qəbul olunmaz. Amma doğrudan da kiminsə qohumunun potensialı varsa, Azərbaycanda heç kim ona etiraz edə bilməz. Bir bərabər start vəziyyəti yaradılsın. Hər kəs potensialını, imkanlarını, ideyalarını ortaya qoysun. Əgər bu vəzifəni tuta bilirsə, bunu hamı qəbul edəcək. İndiki halda isə siz dediyiniz kimi o qohum əqrabaların vəzifəyə doldurulması ancaq yuxarıdan gələn tapşırıqla ola bilər. Yəni necə oldu ki, bu adamın əsl nəcabətində bir nəfər fərqsiz adam çıxmadı. Hamısı qabiliyyətli oldu. Digərlərində isə bir qabiliyyətli adam çıxmış. Çox qəribə bir məntiq.